Herkese selam, ben Yusuf Ejderzade. Bugün de yeni bir misal ile karşınızdayım. Animşede misal ile. Misalda da 4 dereceli çeşitli x beraber mənfi 4 alarsa x tapın. Misal yazmaq üçün əlbəttə 4 dereceli çeşitli x sadələşdirməliyik. Bu necədir? Riyaziyyatda belə bir qayda var. A dereceli çeşitli x bərabərdir x üstü 1 böl a. Bunu bu kimdə yaza bilərik? Onda gəlin bunu elə yazaq. Yəni x üstü 1 böl 4 olur. Ve bu da beraber olur mənfi 4'e. Daha sonra x üstü 1 böl 4 beraber olur. 4'e yazaq mənfi 1 vur 4'e. Sonra da böyle bir şey var. Riyaziyyatda kökdə mənfi 1 bərabərdir i. Yəni i'ni bu kimi yaza bilərik. Riyaziyyatda i termindir. Ona görə də gəlin bunu kökdən çıxardaq. Yəni kökdə mənfi 1 olur, mənfi 1. Onda i də i'nin kvadratı olmalıdır. Onda gəlin mənfi 1'in əvəzinə i'nin kvadratı yazaq. X üstü 1 böl 4 bərabərdir. Mənfinin əvəzinə i kvadratı yazanda 4 vur i kvadratı 4i kvadratı edir. Daha sonra yenidən x üstü 1 böl 4 bərabərdir. 4'ü də 2'nin kvadratı kimi göstərir. 2'nin kvadratı vur i'nin kvadratı. Sonra yine bir qayda var burada. Qayda da a'nın kvadratı vur b'nin kvadratı bərabərdir. A vur b'nin çöldən kvadratı. Ve bu kvadrat olmaya da bilər, kubu da ola bilər, üstü 4 da ola bilər, fərqi yoxdur. Onda burada böyle çıxır. X üstü 1 böl 4 bərabərdir. 2i'nin çöldən kvadratı olur. Sonra ise burada hər tərəfə gəlin 4'ü yüksəldək. Yəni üstü qüvvət olaraq 4'ü yüksəldək. Her birini eyni qüvvəti yüksəlsə onda yine eyni olur. Çünkü eyni şey yüksəkliyi, eyni qüvvəti. O zaman burada yine bir qayda çıxır. A üstü n üstü m bərabərdir. A üstü m vur m-ə. Onda bunu göstərir. X üstü 1 böl 4 vur 4. 4'lər ixtisar gedir, islah gedir. Burada isə 2i'nin kvadratı üstü 4, yəni 2 üstü i 8. 2i üstü 8. Sonra burada x üstü 1 ile x'dir. X yazılır. X beraber olur 2i üstü 8'e. Gəlin indi bunu yoxlayaq, bəlkə bu səhv də çıxa bilər. Yoxlamaq üçün gəlin yazalım. Burada x 2i üstü 8 alırıq. Onda gəlin yazaq. 4 dereceli 2i üstü 8 bərabərdir mənfi 4'e. Onda belə çıxır. 2i üstü 8 üstü 1 böl 4 olur. Beraber olur mənfi 4'e. Sonra burada yine bu qaydanı yazırıq. A üstü m üstü m, A üstü m vur m bərabərdir. Onda yəni 2i üstü 8 vur 4'te 1. Burada da olur 2i burada ixtisar gedir. 4 2 qalır. 2 ilə 1'ə vuranda 2. 2i üstü 2 bərabərdə olur mənfi 4'e. 2i'nin kvadratı mənfi 4'dürsə, sonra burada gəlin yeni yazaq. 2i'nin kvadratı bərabərdir mənfi 4'ü mənfi 1 vur 4 kimi yazaq. Sonra da mənfi 1'ə nə demişdi? i'nin kvadratı demişdi. Həm də bunda 2'nin kvadratı vur i'nin kvadratı kimi də yaza bilərik. Başqa qaydada a kvadratı vur b kvadratı a vur b'nin çöldən kvadratdır. Yəni bunun indi açılır. Bərabər olur mənfi 1 vur 4'e. Sonra da burada 2'nin kvadratı 4'dür. Sonra 4 vur i'nin kvadratı bərabərdir mənfi 1 vur 4'e. Burada 4 ilə 4'də islah gedir. Qalır i'nin kvadratı bərabərdir mənfi 1. Və həmçində i'nin kvadratı ilə mənfi 1 kimi göstərilir. Burada da yazılır. Yəni gördüyünüz kimi düz gəlmişik. Yəni x bərabər olur 2i üstü 8'e. Videomuz bura qədər idi. Sağ olun.